Nazlım gözəllik salonu, qozlum kişi bərbər. Başlayaq inşallah. Aha, başlayaq. Mən dünən gecə yatmamışam. Niyə? Ki sabah televizora çıxıram. Qonağımız Mənsur Şərifdir. Buyurun Mənsur bəy. Valla çox həyəcanlıyam, danışam biləm. Oldu. Yes, it's 7 o'clock. Sən kim olmusan? Heç kim. Subscribe to my channel, my friend. Nəm kifayətlər. Aaa, qəşəng. Onu sən dinər. Lüt gəzərəm. Başqa sual. Gərilirəm. Çox yeyirsən, Məxlubatı açıqlamıram, qardaş. çox yeyirsən. İmkan ver də. Burada mən aparıcı mənəm. Mən gəldim. YouTube kanalıma xoş gəlmisiniz bir daha ikinci bölümümüzə. Alqış, bir dənə alqış. Bugün yeni bir qonağımız var. Təbii ki, hər zaman kimi heç kimi tanımadığı, amma əslində çox böyük bir mücəvhər olan bir qonağımız gələcək. İkinci qonağımız qarşınızda Xaliq. Qonağımızı alqışlayın. Salam əleykum Xaliq bəy. Xaliq bəy, xoş gəlmisiniz. Kimsiniz? Sizi tanıyaq. Zəhmət olmasa insanlar da sizi tanısın. Adım Xaliq. Tez-tez tanış olmuşuq. Şadam ki, tanışıq. Bura mənimdir. Və burada olan çəkilişlərin heç birinə görə qonorar alınmamışdır. Mən sənin dostun deyiləm. Arzunun dostu yox. Arzunun dostu. Özü normal təqdim elə. Dəri işinə məşğulam. Kiçik biznesim var. Nədir adı? Ellison. Əgər lazım olsa kimlərəsə, yəni aşağıya da linki yerləşdirəcəm, girib baxsınlar sənin səhifənə. Əziyyət olmaz. İndi bugün burada zarafat falan eləyəcəm, amma sənin nə qədər əl işivin nə qədər qəşəng olduğunu, ciddi necə bir insan olduğunu da hamı görsün də. Okay. Mən ağlıma bir sual gəlib, istəyirəm bu sualdan başlayım. Mən sualı verirəm, özün mənasını fikirləş. Niyə? Nə bilim. Sualımız budur. Niyə? Allah vergisi. Allah Yaxşı. vergisi. Xaliq bəy, siz dəri işinə məşğulsuz deyə mən sizə dəri ilə bağlı dərin suallar vermək qərarına gəlmişəm. Aha. Birinci sualım odur ki, çox belə həm hamının məncə maraqlandığı bir sualdır. Doğrudan da dərini yoxlamaq üçün zajqalka ilə yandırmaq lazımdır. Yox, məsələ nədir? Sən yandırmaq istədiyin lüboy materialı polbomu yandıra bilərsən. Burada misal üçün cəmaət dəmiri yandırır, əridir, forma verir, nəsə düzəldir. Dəri hansı məntiqlə dəmirdən daha dözümlü olmalıdır? Və yaxud da dəri yanmasaydı, yanğın zamanı cəmaət yanıb ölməzdi. Meşə yanğınlarında heyvanlar yanıb tələf olmazdı. Dəri polibomu yanır. Prosta dərinin yanması dermantinə nisbətən daha fərqlidir. Dermantin alışıb yanır, alovlanır. Dəri isə alışıb yanmır da, yəni büzüşür. Yanma forması başqadır. Yanma formasına nə bilmək olur bu dəridir yoxsa dəri deyil, amma yanmağına ehtiyoqda hamısı yanır. Yəni ki, təmiz dərini yoxlamaq üçün zajqalkanın qazını heyf eləməyə ehtiyac yoxdur da. Dərini də yalandan körürəm. Yanacaq, o yanacaq. Okay. Əl işi çanta ilə brend çanta arasında 10 qat qiymət fərqi olur. Bəs niyə insanlar əl işi yerinə gedib brend çanta almağı seçir? Oh shit man. Burada da məsələ nədir? Heç bir əsərə, heç bir hazırlanan bir ərsəyə gələn bir predmetə onun yaradanı sağ olduqca bu müddətdə heç kim ona dəyər vermir. Okay. Leonardo da Vinci-nin misal üçün çəkdiyi əsərlər Leonardo da Vinci-nin sağlığında qiymət daşımır. Skulpturlarında həmçinin heykəltaraşların hazırladığı əsər həmin sənətkar öləndən sonra qiymətə minir. Əl işinə ümumiyyətlə gecikmiş dəyərlər verilir. Ona görə də brenddəki biraz kökünü qoymuş bir şeydir deyə. O səbəbdən hamı istəyir ki, üstündə brend olsun. Amma brendlərin də əl işi bir liniyası olur ki, misal üçün Birkin Birkinləri var. O liniya demək olar ki, əllə hazırlanır. Bunlar da daha bahadır, nəinki bu birisi kolleksiyalar. Çox üzr istəyirəm, bunu söndürək də. Bu gözəl danışığından sonra sənə bir sual vermək istəyirəm. Ver. Dəri ustası, siz hardan geyinirsiniz? Hardan? Bəli, hansı brendləri seçirsiniz və yaxud da ki, dəridən istifadə edirsinizmi öz üzərinizə, yoxsa keçəlin? Mən əslində ümumiyyətlə cüzdan istifadə eləmirəm və Okay. dəriyə olan sevgim əslində necə başlayıb? Mən aksesuarlara olan marağımdan başlamışam bu işə. Amma hal-hazırda aksesuar istehsalatından bir qədər uzaqlaşmışıq. Biz daha fərqli əşyalar hazırlayırıq. Daha çox dekora meylli bir istehsalat prosesimiz var hazırda. Yəni o səbəbdən üstümdə demək olar ki, dəridən heç nə yoxdur. Ən pik variantda mən kəmər istifadə edirəm. Dəridən çox. Amma paltar olaraq şkafdan geyinirəm. Ərim oradan sənə baxır ki, necə yəni şkafdan geyinirsən? Heç nə demək istəmirsən, mən həyat yoldaşıma. Bütün kolleksiya şkafdadır da. Çox sağ ol. Verəcəm. Pul da verəcəm.
Sənin bir dənə sualım var. Bu sualı arxa kadrda bir nəfərlərdən gəlib bu sual. Hal-hazırda işinin sahibi olan Xaliq məktəbdə kim olub? 10-cu sinifdə sonra biraz həyat və yaradıcılığımı biraz fərqli istiqamətdə. Avaraçılığa doğru yönəl. Mən həmişə öz stoykamı saxlayan oğlan olmuşam. Yasamalda olan bir məktəbdə sən başqa bir şey deyə bilməzdin. Ona görə Niyə nə deyirsən? həm də oxumaqdan biraz uzaqlaşdım da. Misal üçün də savad polibomu hamıya lazımdır. Bir insan savadlı olmalıdır. Bəli. Yəni bu barədə heç bir şübhəm yoxdur. Amma təhsil fikrimcə hamıya lazım deyil. Xeyr, mən də elə fikirləşirəm. Diplom lazım deyil, amma dünya görüşü savad Bəli, lazımdır. savad lazımdır, amma təhsil yox. Misal üçün sən riyaziyyatı bilsən olar. Ali riyaziyyatı bilməsən, Yes. amma riyaziyyatı bilməlisən. Həyat üçün lazımdır. Bəli, fizikanı bildin, kvantumu bilməsən. Sən söhbəti fırlatdın. Sən kim olmusan? Oxuyan uşaq. Sən kim olmusan? Heç kim, yaxşı. Qaqa olmuş. Axır ki sən iç üzümü aça bildin. Mən demişəm də bu verilişdə bütün kişilərin əsl üzünü çıxardıb qoyacağam ortaya. Mən qala bilmədim. Xarakterə görə fərqlənən fərqli kişilərin. Amma mən üzü- qaqalıqdan çıxmışam. Çıxmısan. Qaqalıq məndən çıxmayıb. Məsəl üçün necə onu izah edə bilərsən? Qaqalığı sən. Onu izah edə bilərəm ki, daha öncə məktəbin qabağında dayanmıram, qışda makasin geyinmirəm. Bizim o vaxtki, misal üçün, indiki o qaqalıq personaj, qaqa Okey. personajı, indiki ilə o bizim vaxtımızdakı çox fərqlənir. Düzdür. Onda bizə 2010-da olan qaqa indi məsələn hansısa ev sahibidir, iş sahibidir. Bugünkü amma qaqalar görürsən ki, uçuruma gedir. onda biz blokun qabağında çömbəlib siqaret çəkirdik. Qabağımızdan tanımadığımız bir xanım Neyini? keçirdi, çömbəlmişdi siqaret çəkirdi. Dən çömbəllə zəhmət olmasa. Mən Siz bilmək mənə istəyirəm. hesab- Hadi keçən videoda elədiyim Yox, mən. mən bir dənə də görmək istəyirəm. İnsanlar maraqlı. Bəlkə o bölümə baxmırlar. Belə, budur, bax budur. Belə? Yəni Dur, 5 dur, dəqiqə, dur. bir dənə sağ ol, 5 dəqiqə. Çömbəlib siqaret çəkirdik. Tanımadığımız bir xanım keçəndə ayağa qalxırdıq və siqareti gizlədirdik ki, ayıb. Bloknoy Bizdə olurlar da. böyük, kiçik, qadın, kişi, yəni fərqlər qoyurduq deyə eyniliklə bərabərlik mövzusu idi da bizdə. Yəni İndikilər elə deyil, yox. İndi çox qəlizləşib. Yox, Məncə də. kövrətməmə. Biz şey eləmirdik. Nə bilim, çıxaq Targovoyda ay xanım, yox elə şey ayıb idi. Ümumiyyətlə ayıb idi. Amma ya həmin o dövrün qaqaları məktəbin qabağında qışda makasin, qara koca kurtka, qolda lutşum sluçi papka, belə Tualetdə siqaret çəkmə. hə, olub. Bizdə də o. Neçənci ilsən Xaliq? 97-in axırı, Win 98-də. 97 dekabrın 31-i. Özümü olaraq 89 kimi aparmayasın. 97 dekabrın 31-i. Bir həftədə hazırladığın suallar bulardı. Bir həftədə buna görə mən həyat Hazırlamamışam, bura dində ağlıma gəldi. Mən dünən gecə yatmamışam. Niyə? Ki sabah televizora çıxıram. Qonağımız Mənsur Şərifdir. Buyurun Mənsur bəy. Valla çox həyəcanlıyam, danışa bilmirəm. Oldu. Hara çıxırsan? Bir məşhurun dizayneri olsaydın, bu hansı məşhur olsun istəyərdin və dizayn olaraq ona nə verə bilərdin dəridən? Əslində bizdə iş elə də dizayn yönümlü deyil və hazırladığımız məhsullar yaşam tərzi məhsullarıdır. Okey. Daha çox misal üçün golf oynamağı sevənlər üçün, misal üçün golf toplarını, həmin o plastik çubuqları falan saxlamaq üçün aksesuarlar hazırlayırıq və yaxud da şahmat olsun, kreslolar olsun, divanlar olsun. Yəni hazırladığımız məhsullar elə məhsullardır ki, geyimə bir qədər də aidiyyəti olmayan məhsullardır deyə. Ona görə bir şəxsə hazırlamaqlıq deyil. Yox da, Amma ümumiyyətlə çox istəyərdim ki, Newton kimi bütün dünya çempionatları olsun, olimpiya oyunları olsun və s. bütün hamısının həmin o titullarının gətirildiyi çamadanın istehsalçısı olaq. Dua Lipa gəlir, girir içəri. Bacına girir içəri, deyir ki, Xaliq, zəhmət olmasa mənə dəridən bir şey hazırla. Nə hazırlamaq istəyirəm? Dua Lipaya baxırsan belə. Nə geyinib? Oyun, hə? Nə geyinib? Nə geyinib? Bax da, nə geyinib? Nə istəyirsən, bax Yəqin da. ki, çanta hazırlayarıq da, nə hazırlayırıq? Dua Lipaya. Baxır saat neçədə gəlir. Axşam saat 10-da. Dəridən çox şey hazırlamaq olar onda. Amma hələ ki çanta ilə yola verə bilərik. Tamam. Ancaq yəni çanta falan da, sumka belə şeylər də. Bəli, bəli. Yəni məsələn ona bir kreslo hazırlaya bilərsən, uzansın deyə. Kresloda uzanmırlar. Kresloda bomjlar uzanır. Mən gün Elə ortaya kreslo yatıram. yox da. Elə kreslo yox da, belə kreslo. Belə kreslo. Yəni elə bir wow belə dediyim bir kumirim yoxdur da ki, Yoxdur. sənə kocadan nəsə düzəldəcəm. Yoxdur, heç kim. Heç kim. Yəni dəri tikəcəm ki, məsələn. Dua Lipa qabı düzəldərik kocadan. Yaxşı, bəs onda ən sevdiyin, belə görmək istədiyin məşhur kimdir? O düzəltmə heç nə, prosta gör də. Görmək istədiyin. Wow, konsertinə gedim. Ha, Chris Bumstead. Chris Bumstead? Yes. Onu görmək It's istəyirəm. 7 o'clock. Ayda, yaxşı dedin, yaxşı dedin. Uşaqlar, Xaliq ingiliscə çox yaxşı danışır. İngiliscəni çox yaxşı bilir. O qədər yaxşı bilir ki, biz ondan həmişə örnək alırıq özümüzə. İndi mən Xaliqə demək istəyirəm ki, ingilis Örnək. örnək. Xaliq ingiliscə bizə bir iki cümlə deyə bilərsən nəsə? Yes, it's 7 o'clock.
O, sure finger, uf deyir. Sənin barmağın. Başqa? Şey qurtardı ingilis dilini ondan da. Bir dənə deyə C3. bilərsən. Amma belə dibdən deyirəm dəfələr. Subscribe to my channel, my friend. don't understand what color they are. Bir müştəri gəlir, oturursunuz, mitinq edirsiniz də, iclas edirsiniz. Özüm telefonumu səssizə qoymamışam, hamıya da bayaqdan deyirəm ki, səssizə qoy. Bir müştəri gəlir və sənə deyir ki, məsəl üçün mənə belə bir şey lazımdır. Nəsə bir deyir də sənə filan bir şey. Nəysə. Heç içindən keçirtmisən ki, bu nə deyir? Bu nə şeydir? Mən bunu düzəldə bilmərəm, amma məcbur düzəltmisən. Olub, çox olub, dəfələrlə olub. Nə? Həmişə olub. Məsəl Çox qəribə şeylər istəyirlər də ümumiyyətlə. Ən Çox qəribəsi qəribə. nə olub? Ən qəribəsi yadıma gəlmir sözün açığı. Qəribə olmağı, nabrot mənim qəribə olmağı maraqlıdır ki, kimsə gəlir ki, mənə belə bir şey var. Bu yaxınlarda məsəl üçün kojadan, dəridən, dəri. AZTV. Dəridən qapı düzəltdik. Necə Çox yəni? qəribə və Üstünə yığdınız da yəqin dəridən ki. qapı, dəri qapı. Çox maraqlı idi, bizim çox diqqətimizi çəkdi. Yəni çox da maraq yaratdı bizdə bu iş. Amma elə işlər olur ki, çox primitiv bir şeydir, çox istifadə olunan bir şeydir. Prosta onu düzəltmək istəmir adam. Çünki baxırsan ki, misal üçün də elə şeylər var ki, onu istifadə eləməməlisən. Aksesuar olaraq onu istifadə eləməlisən. Eləməməlisən. Nə olub? Onları başa düşmürdü. Onlar başa düşmür. Ey, xaliq dərdimiz böyükdür. Sənə imkan ver də. Burada və aparıcı mənəm. Ay qız bir dəqiqə deyəm də. Hazırladığın ən qüsursuz bir əl işi olanda onu nə kimi ifadə edirsən? Çox sözüm. Baxır da o, baxır mənim nasıl. Həmin gün baxır məhsula. Kartolder da başqa olur. Mebel də başqa olur. Nə yadıma saldım? Nə deyirəm çox var? Çox nə deyirəm? Hə. Nə deyirəm mən? Məxluqatı açıqlamıram qardaş. Kifayətdən. Varam demirəm. Tamam. Onda başqa sual verim də. Bir sutka görünməz olsaydın. Mən belə şey. Dualipa gəlir. Nə? Bir sutka görünməz olsaydın, nə edərdin? Görünməz olar. Okey də, görünməzsən. İlk nə edərdin? Bir sutka ərzində nə edərdin? Eləmək istədiyin, heç kəsin görmədiyi. Realizmlə şey eləsək, misal çəksək, birinci görünməz olub, doğrudan da görünməz olub olmadığımı test edərdim. Okey. Nə güzgün qabağında özə baxardın? Gözün qabağında bax, birinci yəni onu eləyərdim, görüm özüm görürəmmi? Sonra nə edərəm? Görünməz olsam şey eləmərəm. Yəni ilk ağla gələn məncə şeydir də ki, gedim dostlarımın yanına görüm nə danışırlar. Yəni qız beyninə bu. Ay yox, yox. Onu heç eləmərəm. Onu mən də eləmərəm. Ümumiyyətlə eləmərəm. Aha. Ən birinci güzgüyə baxdım, şeylə gedək, ardıcılığına gedək də. Güzgüyə baxdım, özümü görmədim. Qorxudan saram. Niyə? Görmürəm də, yox görünməzəm. Okey. Qəbullanmaq zət belə elə. Mən buna qəbullanıb həzm eləyənə qədər ucada bir sutka qutardı. Çox güman ki, axırda peşman olaram ki, səmərəli istifadə eləmədim. Okey, amma yaxşı, onda gəl belə eləyək də. Sən özün istədin, görünməz oldun, bunu psixoloji olaraq özü hazırlamışdın. Hə, uca ikinci dəfə görünməz oldum. Yes də, hə, ikinci dəfə görünməz oldun. Cindən soruşdun, cin dedi nə istəyirsən, dedin bir də görünməz olmaz. Oldun. Nə edərsən? Gözlər reallaşdırmır gözümdə. Reallaşdır. Yəqin ki, pullu olan çox şeydən pulsuz istifadə edərəm. Metrodan əgər pulsuz get. Cavid, gəl sən qonaq çağırım. Tanıyır da, tanıyır. Metrodan pulsuz gətirəm. Yəni görünməz olsan istifadə edəcəyin şey metrodan pulsuz keçmək idi də orada. Qapıdan minərəm. Qəşəng. Onu sən dinən. Onu sən dinən də. Sən dinən, onda onu çağırardın da. Sən niyə çağırmışam? Dostlarımı da görünməz eləyərəm. Gəlin bura. Belə hə, burası. Belə gəzirik də. Pələ bunları eləyirəm. Nə bilmirəm, nə edirəm. Görünməz olmaq istəmirəm. Lüt gəzərəm. Lüt gəzərəm. Hardasa birdən Lüt gəzərəm. Şey verir, limit verir. Məsəl üçün səhər saat 12-də. Yes, 12-də qurtarır da. Səhər saat 12-də. Qaça gələm. Şapım qalır şeydə. Yolda. Bir dənə qəşəng qız şapımı tapır gətir. Hə, sonra da yadından çıxır ki, falan lütdü də. Salonda gəzir. Sırada belə deyəm. Uşaq fərqindəyəm ki, uşaq görünürəm amma belə. Ki ayıbdır. Biraz da qırmızımtılıq var. Həm soyuq, həm də ucuz tanırım. Utanmaq da, hə. Şoför, ay qardaşlar kartı var. Şey eləməzdin, məsəl üçün, girməyə icazə verilməyən yerlərə girməzdin. Demirəm ya, arxa qapıdan avtobusa metroya girib, məsəl üçün, girilməyə icazə verilmir. Həmişə sənə maraqlıdır ki, orada görürsə içəridə nə baş verir, girib baxmazsan. Mənə ora gətirirəm ki, mənə onlar heç vaxt maraqlı olmayıb da. Nə bilim o, qırmızı düyməyə basmaq olmaz mənə maraqlı olmayıb ki, niyə basmaq olmaz? Olmaz. Basardın, hə? Ya heç basmazdım, olmaz.
Ya mən şey deyil də, mənə qadağan olunmuş şeylər məndə belə ehtiras yaratmır da ki, görəsən niyə qadağandır bunu eləyim ya da. Sən nə ehtiras yaradır bəs? Qəşəng məhsullar. Bəsdir, bəs. Başqa. Başqa. Bəlkə Cavid Koja da gəldik. Deyən də. Qabı. Nə girir söhbət eləyirik də. Söhbət eləyin, sonra kanal açın, özünüz oturun söhbət eləyin. Nə səni ehtiraslandırır? Cavab ver də. Sürüşdürmə məni, hə? Etiraz. Yaxşı, istəmirəm, stop. Başqa sual. Gərilirəm. Bir ömür sənə yetəcək bir məbləğdir. Hansı ki o məbləğ sən, yəni ömrünün axırına kimi istədiyin hər şeyi eləməyə bəsdir. Milyardlar istəmərəm də ki, hansı ki orada var. Yəni atamdan qalıb bunu xərclə istəmərəm. İstəyirəm ki, bir müəyyən bir qısıtlı məbləğ olsun, bir defitsit olsun. Onu sən Bir artıq. onu özüm də bir maraq kimi də level. Okay, yəni mən də elə düşünürəm. Sıxıcı olar da. Yəni məsəl üçün necə insan çox sıxıcı olar da. ölməyəcəyini bilsə nə qədər yaşaya bilər? Bəli. Onun kimi də. Bəli. Yəni nə qədər olar bu məbləğ? Sualıma cavab ver, mən tam elədim. Sən məni təsdiqləyirsən, amma yenə də mənim protektorum nə tər olur bilmirəm. Sən bilməzsən, sən danış. 2500. Manat. Lirə. Rupi. 2500 rupi. Rufiyə. Rufiyə. Sənə vermişdim 5 rufiyə. 2500 rupi. Ya mən istəmərəm. İstəmirəm də qardaş. Yoxsa nə qədər istəyirsən? Bir Çıxardıb vermirik. Dinən də daha. 2 milyonu Aha. qəşəng bir artırmağa şey eləyər mənə. Yəni həm motivasiya verər, həm biraz rahatçılığımı quraram, həm də Mərdəkanda 11 dənə qoyacaq. Yox, o 1 milyona 10 dənə demişsə, 2 milyona 20 dənə deməlisən. Yox da ya, 11 dənə lijbe. Gözəllik salonu açaram 2 dənə. Yox, bir dənə nazlım gözəllik salonu, bir dənə qozlum kişi bərbər. Aş vermək istəyirəm. Aş gətirənimiz də var. Okay, sən bişirərsən, gətirər. Ya mən satacağam. Sən satarsan. Necə satarsan? Öncə marketinq siyasətini bölüşmürük kanallarda. Mən gedirəm. Sağ ol. Sağ ol. Sən tək özün şey eləyərsən, idarə eləyərsən kanalı. Yaxşı gəl. Yaxşı. Sus biraz aralaşardın. Çay içirdim. Çadırdan çıxdı heç olmasa. Bu verilişin aparıcısı sənsən. İstəmirəm. Xaliq. Yenə get. Bəs də Xaliq. Bu verilişin aparıcısı sənsən, mən də qonağam məsəl üçün. Nə sual verərdin? Niyə Arzu fi? Çünki fi Yunan alfabetində alfa deməkdir. Mən də özümü alfa olaraq görürəm. Gülürdün amma o deyəndə. İndi də gülürəm də. Mən sizin bütün bölümlərə baxmışam. Yaxşı eləmisən, Xaliq. Səni tanıdığıma Yaxşı, bir şad dənə sual oldum. verim. Keç Yerimizi dəyişirik. Hə. Hə. Tək Kim olsa- olmusan? Niyə? Kim olmusan? Niyə? Ona görə qəribdən sonra səni çağırdım ki, sən mənim ən yaxın birinci dostumsan. Həqiqətən elədir bu arada. Amma çox belə cəmaata tanıdmaqdan daha çox elə bir ki, çağırsan bizim bir cındırımızı çıxardırsan kimi gəlir mənə. Bir dənə söz deyim. Mən normal sual verirəm qardaş. Səmimi ol da, cındırımızı çıxarmağa çağırmısan bizim də. Mən sizə normal suallar verirəm. Siz cavab verə bilmirsiniz. Bu mənim problemim deyil. Mən aparıcıyam. Sən Sənə bir dedim ki, bu suallar veriliş çağır. mənim. Ya zarafat bir yana da oradan da yaxşı ki gəldin. Mən 10-cu buradaydım, bölümdən siz sonra düşünürəm. Bəsdir də. Sözümü kəsmə. Üzr istəyirəm. 10-cu bölümdən sonra yüksək ehtimalla Yenə mən sənlə qəribi ikimizi gətirməyi planlayıram yan-yana. Ən xoşladığım. Hə, bilmirəm, bəlkə gətirərəm də. Qəriblə mən axırda yayın olmuşuq 2015-də, son zəydə. Məzun. 2015-də son zəng. Ya məzuniyyətimiz 2015-də oldu. Yeganə respublikada yeganə il idi ki, bizim son zəng 13 dəqiqə oldu. Necə yəni 13 dəqiqə? Məktəbimizin yanında stadion var idi. Həmin gün ora mitinq saldılar. Nə danışırsan? Stadionda mitinq oldu, gəldilər hamımızı apardılar şeyə ki, davay dağılışın. 15 dəqiqə. Göyərsin uçmağı usbet eləmədi. Göyərsin qalxa bilmədi. Nəysə, imkan verirsənsə YouTube videomuzu bağlayaq da. Sonlandırın, mən bir də beləcə verilişə gəlmərəm axı. Gözüm oydu, gəlmə. Sən zorla Amma gətir. 10-cu da gələcəm. Mən oldu gəlməyəcəydim bir də. Buna deyim. Axşama bozbaş. Qarşınızda Vahid idi. Vahid kimdir? Çaşdı mı? Xaliq deyəcəkdim. Sağ yaxın dostumam da ona. Sən mənim yaxın dostumsan bura. Qarşınızda Xaliq idi. Yəqin ki, Xaliqi tanıdığınızda heç siz də mənim kimi çox şad oldunuz. Bu gün də videomuzu burada yekunlaşdırırıq. Bölüm 2-ni yekunlaşdırırıq. Yaxşı ki, izlədiniz. Kanalıma abunə olmağı, aşağılara kommentlər yazmağı, bildirimləri açmağı unutmayın. Sizləri sevirəm. Yenə də deyirəm, namuslu ailə həyatı. Gəlin bu dəfə də sizi öpüm, sağollaşaq.